Salam, hər vaxtın xeyir olsun uşaqlar. Düşündüm ki, elə buradan mən sizə suallar bir çəkib göndərim. Çünki birdən görürsən dərsin vaxtını planlaşdıra bilmirik. Onsuz suallar bir baxacaqdır. Elə buradan göndərim, siz sualları yoxlayın. Və evə başqa mövzunu verin. Sabah olar işləyək, olarmı? Biz sizə düşünürəm, yadında qalan qədərlə çoxluq, bir də sizlərin qəbulda istifadə olunmuş suallarını vermişdik. Çoxluqlar bölməsinin birinci sualı ilə başlayaq. Yəni bu suallar 2019-dan 2025-ci ilə qədər blok imtahanda istifadə olunmuş suallardır. Birinci sual. Ştrixlənmiş hissə nəyə göstərir? Baxın, ştrixlənmiş hissə burada əgər çəksək, üçbucaq A çoxluğunun elementləridir. Düzbucaqlı B çoxluğunun elementləridir. Çevrə isə, yaxşı çəkmədik, C çoxluğunun elementləridir. Burada rəhlənmişdir bu hissə. Məhz bu hissə nədir? Bu hissə B çoxluğunun elementləridir. B çoxluğu bütöv rəhlənir əslində. Amma oradan çıxıblar nəyi? A-nı və C-ni görürsünüz, bütün elementlərin. D-də olub, A ilə C-nin birləşməsində olmayanlar. Cavab olacaq A bəndi. Sual 2. İkinci sualda B çoxluğu A-nın daxilində yerləşir. Görürsünüz. Burada rənglənmiş hissə A və B-nin ortağıdır. Həm A-ya və həm də B-yə aid olan hissə. A ilə B-nin kəsişməsi. Əgər A ilə B-nin kəsişməsi rəhlənmiş olsaydı, onda bu da rəhlənmiş olardı. Amma A ilə B-nin kəsişməsindən, yəni B çoxluğundan C-ni çıxıblar. A ilə B-nin kəsişməsində olub, C-də olmayanlar. Doğru cavab olacaq D bəndi. Sual 3-ə baxırıq. Sual 3-də rəhlənmiş hissə nəyi göstərir? Demək ki, burada rəhlənir. A, B və D-nin, yəni hər birinin A, B və D. Hər birinin hamısının bir yerdə C ilə kəsişməsi. Varmı cavabda? Bəli, cavab olacaq A bəndi. Yaxud yaza bilərdin ki, A ilə C-nin kəsişməsi birləşir B ilə C-nin kəsişməsi, birləşir D ilə C-nin kəsişməsi. O da doğru cavabdır. Dördüncü suala baxırıq. Bar qrafda, daha sonra bar qrafa əsasən A ilə B-nin kəsişməsi elementlərinin sayını tapın. Baxın, bizə burada verib A ilə B-nin birləşməsinin elementlərinin sayı. Baxsaq nə qədərdir? 17 dənə. Bəs A ilə B-nin fərqi nə qədərdir? 5. B ilə A-nın fərqi isə 9-dur. Bizdən soruşulan A və B-nin kəsişməsinin elementlərinin sayıdır. Bilirik ki, A ilə B çoxluğunun birləşməsini iki halını araşdıra bilərik. 1. A elementləri plus B-nin elementləri çıxılsın ortaq olanlar. Və yaxud da A çoxluğunun A ilə B-nin fərqi plus B ilə A-nın fərqi plus A ilə çoxluğu ilə B çoxluğunun kəsişməsi. Bizə fərqləri verdiyinə görə, bax bu iki düstur bizə həddən çox lazımdır. Yəni ən çox istifadə olunan düsturdur. A çoxluğu ilə B çoxluğunun birləşməsi bu iki hala bərabərdir. Bizə verilib ikinci halla, fərqlə. Demək ki, A çoxluğu ilə B çoxluğunun birləşməsinin elementlərinin sayı A ilə B-nin fərqi plus B ilə A-nın fərqi plus bu çoxluqların kəsişməsinə bərabərdir. O zaman biz yazarıq. 17, birləşmə 17-dir, bərabərdir. 5 plus 9 plus
A ilə B-nin kəsişməsi 14, 3 metr deyəsən. A ilə B-nin kəsişməsi nəyə bərabərdir? 3-ə. Yəni A bərabərdir. 5-ci suala baxaq. Diaqrama əsasən yenə oxşar sualdır. Demək olar ki, eyni sualdır. Demək, eyni sualı bir dəfə verildi 2019-cu ildə, bir dəfə verib 2020-ci ildə. Aha. Buradan istifadə edəcəyik bayaq danışdığımız xassədən. A çoxluğu ilə B çoxluğunun birləşməsinin elementlərinin sayı bərabərdir. A çoxluğun elementləri plus B çoxluğun elementləri minus A ilə B-nin nəyi? Kəsişməsi. Gəlin baxaq. A ilə B çoxluğunun birləşməsinin elementlərinin sayı 10-dur. Bərabərdir. Başqalarına baxana görürük ki, B çoxluğunun elementləri 7-dir. A çoxluğunun elementləri plus B çoxluğu, yəni neçə? 7. Minus kəsişmə. Kəsişməyə baxsaq, əgər nə qədərdir? 2 deyəsən. Minus 2. Bizdən soruşan A çoxluğunun elementlərinin sayını tapmaqdır. Onda A çoxluğu bərabərdir. 10 plus 2 minus 7. Olacaq 5. C bəndi. 6. Boş olmayan A və B çoxluqları üçün boş olmayan A ilə B-nin fərqinin 3/2 hissəsi B ilə A-nın fərqinin, yəni elementlərinin sayına söhbət gedir, 5/3 hissəsinə bərabərdir. Bu da bərabərdir. A ilə B çoxluğunun birləşməsinin, kəsişməsinin 2 mislinə. Soruşulan A və B-nin birləşməsinin ən azı neçə elementi ola bilər? Əvvəl ifadəni sadələşdirək. Hər tərəfini vuraq 15-ə, kəsrdən qutaraq. 15-ə vursaq ifadənin hər bir tərəfini 3-dən 15 gedər, qalar 10 vurulsun. Yəni A ilə B-nin fərqinin 10 misli 5 gedər, 3 qalar. B ilə A-nın fərqinin 9 mislinə bərabərdir. O da bərabərdir A ilə B-nin birləşməsinin 30 mislinə. İndi biz burada 19 və 30-un götürək əkobunu. Yəni, hər bir mütənasib bölünsündə əkobu 90-dır. Yəni, əkob 10, 9 və 30. Düzmü yazdıq? 90-dır da? 90-dır. 90 olması üçün o zaman A ilə B-nin birləşməsinin elementlər, daha sonra A ilə B-nin fərqi olacaq 9. B ilə A-nın fərqi olacaq 10. Onda A ilə B-nin kəsişməsi bizə verməlidir 3. Biz hər şeyi minimum götürürük. Çünki əngisi götürmüşük, əkobun yapmışıq 90. Yəni daha böyük qiymətlər ola bilər. Amma əngisi 90 olur. O zaman A ilə B-nin birləşməsinin elementlərinin sayı bərabərdir. Yuxarı yazımız düstura görə. A ilə B-nin fərqi 9 plus B ilə A-nın fərqi 10 plus kəsişmə. Yəni 3. 22. Maraqlı sualdır. 7-ci sual. A çoxluğunun elementlərinin sayı 7. Yəni qeyd edək. A bərabərdir 7. B çoxluğunun elementlərinin sayı 5. B bərabərdir 5. Olarsa və bilirik ki, A ilə B-nin kəsişməsi boş çoxluq deyil. Mütləq ortaq elementi var. A və B çoxluğunun kəsişməsinin
ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tapın. Aha. A çoxluğu ilə B çoxluğunun kəsişməsinin ən azı bir elementi ola bilər. Yəni, kəsişməsi boş çoxluq olmadığı üçün mütləq ortağı var. Ən azı bir ortağı ola bilər. Ən çox neçə ortağı ola bilər? Elementin sayı az olanların sayı qədər. Yəni 5 dənə. Yəni düşünün ki, bir çoxluğun 7 elementi var, digərinin 5 elementi var. Bunların ortağı 6 element ola bilərmi? Bu çoxluğun özünün cəmi 5 elementi var. Necə ortağı 6 ola bilər? Hə, ən çoxu 5 ortaq element ola bilər. Nə üçün? Çünki B çoxluğunun 5 elementi var. 5-in hamısı da A-nın içərisində yerləşir. Onun alt çoxluğudur. B-nin hamısı A-da var. Yəni, ən çox 5 ortaq ola bilər. Ən az isə 1. Cəmi istəyib olacaq 6. Davam edək. Sual 8. Aha. 8-ci sual. A və B çoxluqları üçün demək ki, A ilə B-nin kəsişməsinin elementlərinin sayı 3-dür. Görürsünüz? Elementlərin sayı lazımdır. Şərtdə deyir ki, A çoxluğu ilə B çoxluğunun birləşməsinin sayı isə 12-dir. Əgər NA minus NB 7 olarsa, NA-nı tapın. Nə edək? Aydın məsələdir ki, yuxarıda yazdığımız xassəyə görə A və B çoxluğunun birləşməsinin elementlərinin sayı, A-nın elementləri plus B-nin elementləri çıxaq bunların kəsişməsi. Axı, biz birləşməni tapmaq üçün eyni olanları çıxırdıq, bir dəfə götürürdük. Yəni, A elementləri üstə gələcək B elementləri bərabərdir. Bax, kəsişmə nə qədərdir? 3. Birləşmə nə qədərdir? 12. 3 keçər sola, onlar nəyə bərabərdir? 15-ə. Şərtdə də vermişdir ki, bizə A elementləri minus B elementləri bərabərdir 7-yə. İstehmaldırmı? A çoxluğunun elementlərinin sayın 2 misli toplayacaq, belə islah olunur. 22-yə bərabərdir. Onda A çoxluğunun elementlərinin sayı 11-ə bərabərdir. Baxırıq sual 9-a. A çoxluğunun elementlərinin sayı 20-dir. B çoxluğunun elementlərinin sayı 14-dür. A və B çoxluğunun birləşməsinin 24 elementi var. Digər kəsişməsinin elementlərinin sayını tapın. Yenə yuxarıdakı xassəyə görə A çoxluğu ilə B-nin birləşməsi, A-nın elementləri plus B-nin elementləri çıxılsın A və B-nin nəyi? Kəsişməsi. Ümumiyyətlə, ən çox istifadə olunan iki düstur bax, bunlardan biri. Birləşmənin sayı 24-dür. Bərabərdir. A-nın elementləri 20 plus B-nin elementləri 14 minus bu iki çoxluğun kəsişməsi. Bizdən kəsişməni istəyir. 24 keçər sağa. Olacaq 34 minus 24, yəni 10. Bəli. Davam edək 10-cu sualla. Bir digərinin A çoxluğu olmayan A və B çoxluqları üçün A ilə B-nin birləşməsi 12-dir. A və B-nin kəsişməsi isə 4-dür. B-nin ən çox neçə elementi ola bilər? Yazaq. A və B çoxluğunun birləşməsi bərabərdir. A-nın elementləri, B-nin elementləri çıxılsın A və B-nin kəsişməsi. Yəni 12 bərabərdir A plus B minus A və B-nin kəsişməsi. Kəsişməsi bizdə, baxın, 4-dürmü?
4 keçər sual. O zaman A çoxluğu ilə B çoxluğunun elementlərinin sayı 16-dır. Və bizdən soruşulur ki, B çoxluğunun ən çox neçə elementi ola bilər? B çoxluğunun elementi maksimum olması üçün A çoxluğunun elementi minimum olmalıdır. Yəni, ilk baxanda, məsələn, biz deyərdik ki, gəlin A çoxluğuna neçə element verək? 1 element ver. 1 element olsun. Bu mümkündürmü? Mümkün deyil. Bilirsiniz nə üçün? Çünki elə A ilə B-nin ortağı 4-dür. Əgər A-nın bir elementi varsa, necə ola bilər ki, 4 dənə ortağı ola bilər? A-nın ən azı 4 elementi olmalıdır ki, B ilə 4 ortağı olsun. Yəni, A-nın ən azı 4 elementi olmalıdır. Bu da mümkün deyil. Bilirsiniz niyə? A-nın 4 elementi olsa, 4 də B ilə ortağı olsa, onda elə A, B-nin nəyi olardı? Alt çoxluğu. Amma şərtə bax, deyir ki, biri digərin alt çoxluğu deyil. Onda A-nın elementi çoxsa 4-dən bir dənə çoxdur. Yəni, A-nın ən azı 5 elementi var. Ən azı. A-nın 5 elementi varsa, onda B-nin ən çox olar 11 elementi. Cavab olacaq 11. Bir də qaydaq ki, yeri. Düşünürəm, bu rəqədə problem yoxdur. A ilə B-nin cəmi 16-dır. Yəni, biz A-ya ən kiçi ilə 1 götürərdik. Bir elementi var da. Amma A-nın bir elementi ola bilməz. Niyə? A-nın bir elementi varsa, bir elementi olan çoxluğuna cavab bəlkə 4 elementi ortaq ola bilər. Ən azı 4 element olmalıdır. Yəni, bu səhvdir. Bu doğrudur. Ən azı 4 element olmalıdır. A-nın 4 elementi ola bilməz. Niyə? A-nın 4 elementi olsa və 4-ü də B ilə bax burada ortaqdırsa, onda elə A-B-nin alt çoxluğu olardı da. Yazıq alt çoxluğu deyil. Ondan mütləq A-nın elementlərinin sayı 4-dən 1 var, heç olmasa böyük olmalı, çox olmalıdır. Yəni 5 dənə. A 5-də B-yə qalır 11 dənə. 11-ci sual. Nə deyib sualda? A və B çoxluqları üçün A birləşir B 20-dir. A kəsişir B isə elementlərin sayını tapaqda biz bunu 2, 4, 5 mi deyəsən? 5-dir. Bir daha yazırıq. A çoxluğu ilə B çoxluğunun birləşməsi bərabərdir. A ilə B-nin fərqi, B ilə A-nın fərqi plus bu çoxluqların kəsişməsi. Yəni 20 bərabərdir. A ilə B-nin fərqi, B ilə A-nın fərqi plus kəsimi, yəni isə 5. Sola keçsə, elə bu cəm nəyə bərabərdir? 15-ə. Bizdən bu cəmi istəyir. 12-ci sual. M çoxluğunun 60, daha doğrusu M çoxluğu 60 ədədin natural bölünənlər çoxluğudur. M-in neçə elementi var? Biz tapacağıq 60-ın natural bölünənlərin sayı. Nə edirdik biz burada? 60-ın qruplarını ayırırdıq. 60-ın qrupları olacaq 2 vurulsun, 2 vuraq, 3 vuraq, 5. Belə olurdu. Deyildi, qrupların birindən 2 dənədir. 1 plus 2, birindən 1 dənədir. 1 plus 1, birindən də 1 dənədir. 3, 2, 2. 12. Neçə elementi var? 12. Bir dəqiqə. Yəni 60-ın natural bölünənlərin sayı 12-dir. Bəli, 60 elə 12-dir. Birdən bəzən soruşur, sadə mürəkkəb falan mövzu qarışır. Natural bölünənlərin sayı 12-dir. 2025-ə gəlməzdən əvvəl baxırıq. Hər ki, nəyə qalıb bizdə? 13-cü sual. M və N çoxluqların kəsişməsini tapın. M çoxluğu ilə N çoxluğunun kəsişməsi ortaq olanlardır. Ortaq olanlar da burada nədir bizdə? Altıdır və bir də neçədir? 7-dir. 14-cü sual. Baxın.
A çoxluğunun elementlərinin sayı A ilə B-nin fərqi plus A ilə B-nin kəsişməsinə bərabər. Yaxud B çoxluğunun elementləri sayını deyirlər. B ilə A-nın fərqi plus B ilə A-nın nəyinə bərabərdir? Kəsişməsinə bərabər. Yəni A-nın elementləri hansıdır? Yalnız A-da olanlar, bir də B-nin ortaq olanlar. Elə A-nın A-ya bərabərdir. B-nin elementləri hansıdır? B-nin elementləri yalnız B-də olanlar, bir də B-nin A-nın ortaq olanları. B-nin elementlərini verir də bizə. O zaman A çoxluğunun elementləri bərabərdir. Kəsişmə 4, fərq 8. 12. 15. Euler-Venn diaqram kəsişməsini boş olmayan A və B çoxluqları elementlərin sayı verilmişdir. Kəsişməsi boş olmayan. Aha, ən azı bir ortaq elementi var. Ən kiçik vəhdini tapın. A ilə B-nin birləşməsi bərabərdir. Yalnız A-da olanlar 2x plus y plus. Yalnız B-də olanlar, yuxarıda yazmış düşürlər var, onlar da aynısı. Yalnız B-də olanlar x plus 3z plus bunların kəsişməsi 2x minus 3. Bu A və B elementlərinin sayıdır. Deyək, bu say ən kiçik olsun. Ən kiçik olması üçün ilk öncə 2x minus 3 heç olmasa 1 olmalıdır. Çünki niyə? Deyir ki, çoxlu verilmiş, say verilmişdir. Bunların kəsişməsi boş deyil. Boş deyilsə ən azı bir ortaq element olsun da. Axı, say minimum götürürük biz. Onda 2x 4, x olacaq 2. X 2 olacaq. X 2-dirsə, bir qaldı y, bir də qaldı z. Biz bunların da sayı minimum götürməliyik, eləmi? X 2-dir. Onda y və z minimum qiymətlərlə götürək. Təbii ki, say naturaldır da. Bir versə necə olacaq? Baxın, yalnız A-da olanları biz tapsaq, 2x plus y-dir. 2 dəfə 2 neçədir? 4 plus y. Z-in elementlərini götürsək, yalnız bir onları götürsək, yəni x plus 3z daha. 2 plus 3z-dir bu da. Bunların da sayı minimum götürməliyik. Yəni, onda z-ə biz 1 verək. Z-ə əgər biz 1 versək, olacaq 2 plus 3. Neçə element olacaq? 5. Onda y-ə 3 verək. Çünki artıq 1 var, 2 var, 3 qalır. 4 plus 3 olacaq 7. Bizə istəyib kəsişməsinin ən kiçik, birləşmənin ən kiçik qiyməti. Aha. Qiymətə tapdıqsa, o zaman 2x plus y 2 dəfə 2, 4, üstə y minus 3 ola bilər, olacaq 7 plus x plus 3z. Yəni, bu yalnız B-də olanlardır. Z-i biz 1 qedik, olacaq 3, 2, 5 plus 2x minus 3, x-ə 2 demişik, olacaq 1 təbii ki. Onlar neçə? 13. Maraqlı sualdır əslində. Diqqətən bir də qayda izləyə bilərsiniz. Maraqlı sualdır. 16-cı sual. B A-nın alt çoxluğudur. B-nin elementləri 2-3-dür. A-da olub B-də olmayanlar isə budur.
A-da olub B-də olmayan elementlər 1, 3, 4-dür. Əgər B-nin elementləri 2 və 5-dirsə və B A-nın A çoxluğusa, demək bu 2 və 5 mütləq A-da var. Axı deyir B A-nın A çoxluğudur. 2 və 5 mütləq A-nın içərisində var. Onda A-nın elementləri 1, 2, 3, 4 və 5-dir. Keçək silsilədən başlayalım. Silsilə. Verilənlərdən hansı həndəsiz silsilə əmələ gətirir? Həndəsiz silsilə. Baxın. Əgər bizə həndəsiz silsilə deyirsə, baxaq A bəndinə. A bəndini qəbul eləsək, burada bizim B1-imiz 1-dir. Onda Q olsun 4. Olmayacaq. Çünki B2 4-dür. Onda B3 16 olmalıdır. Ödəmir. Mənfi 4-də 1. Bəli, deyirsən D bəndidir. D bəndi olsa, baxın B1 3-də 1-dir. Q-müz də olsun bizim üçün mənfi 4-də 1. Bir daha vursaq mənfi 4-də 1 olacaq mənfi 12-də 1. Bir də vursaq mənfi 4 olacaq 48-də 1. Bəli, doğrudur. Doğru cavab nədir burada? D bəndi. B1 3-də 1-dir, Q isə mənfi 4-də 1-dir. Sual 2-yə baxırıq. İkinci sual. B1 vurulsun B11. Kök altında 3 vurulsun B9-a bərabərdir. Verilən hasil tapın. Gəlin nə edək biz burada? B1-i B1 kimi saxlayaq. B11-in yerinə B9 vuraq, Q-ün nəyə yazaq? Kvadratı. Kök altı 3 vurulsun B9 verəcək bizə. B9-a ixtisar olunsun. B1 vuraq Q kvadratı isə bizə nəyə verəcək? B3-ü. B1 vuraq Q kvadratı bərabərdir B3. Bərabərdir kök altında 3-ə. Bunu saxladıq burada. İndi verilən hasil deyil hesablayın. Biz burada bir məsələ eləyə bilərik ki, yazıbdır ki, B1, B2, B3, B4, B5. Ya deyə bilərik ki, 3-cü hədd 1 ilə 5-ci həddin orta həddidir. 3-cü hədd 2 və 4-cü həddin orta həddidir. Və bu silsilənin adı nədir? Həndəs silsilə. Niyə həndəs silsilədir? Çünki həndəs silsilədə hər hansısa hədd, məsələn B3, onunla qonşu olan və ya onunla eyni məsafədə yerləşən ədədlərin həndəsi ortasına bərabərdir. Məsələn, B3 bərabərdir kök altında B2 vurulsun B4-ə. Və ya B3 bərabərdir kök altında B1 vurulsun B5-ə. Çünki üstdən 2 vaid gedir. B1 2 vaid gedir, B5-dir. Onda isə belə yaza bilər ki, B1 vuraq B5, baxın, hər tərəfin kvadratı qaldırsa, baxın, buradakı ifadəni. B1 vuraq B5, bizə elə B3-ün nəyə verəcək? Kvadratı vurulsun. Bunu da hər tərəfin baxın, kvadratı yüksəltsək, elə B3 də B1 neçədir bu? B2 vurulsun B4. Yenə də bərabər nəyə? B3-ün kvadratına. Bir də ortada nə var? Ayrıca B3 vurulsun B3. Olacaq B3-ün, elə yazaq biz başa. Bizdə B3-ün qiyməti neçədir? Kök altında 3. Kök altı 3-ün kvadratı, kök altında 3-ün kvadratı, vuraq kök altında 3. 3, 3, 9 kök altında 3. O qədər. Davam edək. Sual 3. Ədədi silsilədə bu olarsa A5-i tapın. A5 də daha çox silsilənin ikinci həddini tapın deyir. Baxın, A8-in kvadratı minus A2-nin kvadratı bərabər 912. Bu nə edək? Yazaq A8 minus A2, A8 plus A2 bərabər 912.
A8 minus A2-ni saxlayırıq. Ədəd silsilədir mi bu? Niyə ədəd silsilədir? Çünki hər hansısa hədd, məsələn A5, onunla eyni məsafədə olan hədlərin cəminin yarısına bərabərdir. A5 bərabərdir A2-nin A8-in cəminin yarısına. O zaman A2 plus A8-in əvəzinə çarpaz vursaq. Baxın, A2 plus A8-in əvəzinə 2A5 yazmaq olar. A5-in qiyməti neçədir? 19. Vurulsun, bax, bunun yerinə yazaq. 2 vurulsun. 19 bərabər 912. O zaman A8 minus A2 də bərabərdir. Hər tərəfin əvəzi 2-yə bölərik. Düşər neçə? 456 mı qalır? 8, 5, deyəsən belə qalır. Sonra hətta 19-a da bölə bilərik. Eləmi? 19-a çox bir ehtimal ki, bölünəcək. 2 dəfə 38. 76 da 4 dəfə. Deyəsən 24 dəfə düşür. A8 minus A2-nin qiyməti 24-ə bərabərdir. Bizə deyir ikinci həddi tap. Belə yaza bilərik. A8-in yerinə yazaq A2 plus 6D. Yenə sonra nə verir? A8-i verir də. Minus A2. Həmənki A2. Bərabərdir 24. A2 islah olundu mu? 6D 24 isə D-nin qiyməti 4-dür. A2-ni tap. A5 əmizdə vardır. A5 A2 plus 3-də yazmaq olarmı? Və bərabərdirmi A5 burada 19-a? A2-ni axtarıq biz. A2 plus D-miz 3 dəfə 4-ün 12 bərabərdir 19. A2 də bərabərdir neçə? 5 nə idi? 7. Olacaq A bəndi. Dördüncü sual. Deyir 8-ci həddini tapın. Bax, sizlərin 8-ci həddini biz bu haqqında sizlə danışmışıq dəfələrcə. S7 bizim üçün A1, A2, A3, A4, A5, A6 və A7 deməkdir. Biz bunun üzərinə S7-nin üstünə bir dənə 8-ci hədd əlavə eləsək, məsələn, bax, bura yazıram, plus A8-də, bizə verəcək nəyi? S8-i. X8 dənəsini. X7 dənəsi toplanmışdıq mı? Üzərinə 8-ci həddi qəzə, o 8-ci cəmi. Onda S7-nin sağa keçirsək, belə çıxır ki, A8 bərabərdir, S8 çıxılsın S7. Yəni, silsilənin ilk 8 dənəsinin cəmindən bura qədər ilk 7 dənəsinin cəmini çıxsan, ortada qalır bir dənə 8-ci həddin özü. İndi bizə deyib ki, A8-i tap. A8 bərabərdir S8 minus S7. Bir dəfə N-i yerinə 8 qoyacaq. 2 vurulsun, 8 vurulsun, 8 plus 1 minus, bir də 7 qoyacaq. 2 vurulsun, 7 vurulsun, 7 plus 1. Bərabərdir. 2 vurulsun, 8 vurulsun, 9, 2 vurulsun, 7 vurulsun, 8. Düzmü yazırıq? Buradan da 2 vuraq, 8-i vuruq kimi çıxarsaq, yəni 16-nı çıxarsaq, qalacaq 9 minus 7. 32-dir deyərsən. Aha, gözdən qaçan bir şey yoxdursa. Uyğunluq sualda çox rahat sualdır. Bu da bir uyğunluq sualdır. Yenə də rahat sualdır. Məsələn, ən kiçik həddi 5,4-dür. Məsələn, birinci həddə baxırıq. Yazmışıq bu sualın. Topulda olan bir sualdır. AN bərabərdir 5 minus 5,3-ün kvadratı 5 nə idi? N minus 5,3-ün kvadratı plus 5. Deyir, ən kiçik həddir. Həddin ən kiçik olması üçün mötərizənin daxili minimum olmalıdır da. Biz onda N-i necə verək ki, ən kiçik qiymət alsın? Təbii ki, 5 versək. 5 versə, yəni bizim 5-ci həddimiz olacaq 5 minus 5,3. Kvadratı plus 5. Qalacaq 0,3. 0,100-də 9 edir. Kvadratı plus 5.
Olar 5/9. Yəni bu ifadənin ən kiçik qiyməti 5/9-dur. Məsələn, 1-ə uyğun gələcək C və s. bu şəkildə işləyəcək. Sual 7-yə baxaq. Ədəd silsilənin A6-sı -10-dur. Silsilə fərqi -4-dür. A1-i tapın. Qardaş, A6 bərabərdir. A1 plus 5-dir. Eləmi? Yəni, -10 bərabərdir. A1 minus 20. A1 bərabərdir 10. Bu qədər. 8. Birdən başlayaraq ən azı neçə ardıcıl natural ədədi götürmək lazımdır ki, cəmi 120 olsun. A1 1-dir. D də 1-dir. Çünki burada bir artı natural ədədlər. Sn isə 120-dir. Bizim bilmədiyimiz n-in neçə olmağı neçənci ədədidir. Sn bərabərdir, yəni siz toplasan 120 verər bizə. 2A1, 2 vurulsun 1, plus n minus 1, biz n-i bilmirik, vurulsun d, yəni 1, bölünsün 2, vurulsun n bərabərdir 120. Buradan n tapacaq. Doqquz. Hədlərinin sayı cüt olan sonlu həndəsi silsilənin cüt yerdə duran hədlərin cəmi 30. Silsilə vuruğu 3 olarsa, bütün hədlərinin cəmini tapın. Yəni cavabı da 60 olacaq. Bir dənə baxaq. Bir dənə baxaq. Hədlərinin sayı deyil cüt. Məsəl üçün götürək. A1 nədir? B1 9-cu sual. B2, B3, B4, B5, B6, B7, B8, B9, B10. Silsilənin 10 dənə həddi var. Bunun cüt yerdə olanlarının cəmi 30-a bərabərdir. Yəni B2, B4, B6, B8, B10 30-dur. Tək yerdə olanların cəminə baxsaq, B1, B3, B5, B7, B9. Baxın, yuxarıdakı ifadə var. Biz B2-nin yerinə B1 vuraq nə yaza bilərik? Q. B4-ün yerinə B1 vuraq Q-nin B4-ün yaza bilərik ki, B3 vuraq Q. Yəni B4 verərmi? B6-nın yerinə B5 vuraq Q. Yəni B6 verərmi? B8-in yerinə B7 vuraq Q. Yəni B8 verər. B10-un yerinə B9 vurulsun Q. Yəni B10-u verər. Axı, hələ bir vaxt geri çəkiliriz. Bərabərdir 30-a. Hər tərəfin Q-yə bölək. Q bizdə neçədir? 3. Hər tərəfin Q-yə bölsək, yəni 3-ə bölsək, onda B1, B3, B5, B7, B9-un cəmi qalar və bərabər olar 10-a. Onda belə çıxır ki, bu silsilənin cəmi olacaq, cütlərin cəmi 30, təhlərin cəmi 10. 40. Maraqlı sualdır. 10-cu sual. Silsilə vuruğunu tapın. Sadə sualdır. B7 bərabərdir B5 vuraq Q-nin kvadratına. Yəni 72 bərabərdir 18 vuraq Q kvadratı. O da 4 ədəd Q də bərabərdir plus minus 2. On birinci suala baxırıq. Həndəsi silsilə əmələ gətirən 3 ədədin hasili 216.
Ədədi ortası isə budur. Həndəsi səslər B1, B2, yəni B1 vurulsun Q, B3, yəni B1 vuraq Q kvadratı bərabərdir 216-ya. B1, B2, B3. Burada B1-in kubu vuraq Q-nun kubu var. B1, 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 Q, Q, Q-nun kubu. Bərabərdir 216. Hər tərəfdən kubu kök alaq. Üçüncü dərəcədən. Üçüncü dərəcədən kök alsaq hər tərəfindən. Birincidən olacaq B1 vurulsun Q. İkincidən çıxacaq 6. Yəni B2 6-ya bərabərdir. Ədədi ortası isə budur. Ədədi orta, yəni B1 plus B2 plus B3 bölünsün 3 bərabərdir neçəyə? 3-də 26-ya. Hər tərəfdən 3-ə vursaq, onda bu 3 həddin cəmi, yəni B1 plus B2, yəni 6 plus B3 bərabərdir 26-ya. O zaman belə çıxır ki, B1 ilə də B3-ün cəmi 20-dir. Bunu təyin etdik. Deyir, nəyə tap? Böyük olan tap, elə mi? Əmələ gətirən 3 ədədin hasili 216. Yaxşı yazdıq. B1 ilə 2-nin hasili 6-dır. Orta həddimiz 6-dır. Orta hədd 6-dırsa nəyin? Oradan çıxaq. Hə. Həndəsi sistemlərə gətirən 3 ədədin hasili 216. Tamam, 216. Ona orta həddi 6-dır. Orta hədd 6-dırsa, kənar həddlərin hasili də, axı biz bilirik ki, B2 də B1 ilə, bəlkə altında B1 ilə B3-ün hasilinə bərabərdir. Yəni, həndəsi sistemlərin xasisinə görə. Yəni 36 da bərabər olacaq B1 vurulsun B3-ə. B1 ilə B3-ün hasili 36-dır. Cəmi isə 20-dir. E, 20 də bərabərdir B1 plus B3-ə. Yəni buradan düzdür görə bilərik də cəmi 3 hasili 36, cəmi 20, hasili 36, 18 və neçədir? 2-dir. Ən böyük cavab olacaq neçə? O demək, silsilənin kiçik həddi 2-dir. Sonra neçə gəldi? 6-dır. Sonra neçə gəldi? 18-dir. Həndəs silsilədir. Böyük həddi neçə olacaq? 18. Davam edək. 12-ci sualda. Sonsuz azan həndəs silsilənin birinci həddi özündən sonraki bütün hədlərin cəmindən 8 dəfə böyükdür. B1, B2, B3 və s. Bu, sonsuz azalan həndəsi silsilədir. Elə demək. İndi sonsuz azalan həndəs silsilənin birinci həddi, ilk həddi özündən sonraki bütün hədlərin cəmindən 8 dəfə böyükdür. Burada bu sonsuz azalan həndəs silsilə olduğuna görə biz birinci həddi çıxsaq, silsiləni buradan belə götürsək, yenə sonsuz azalan həndəs silsilədir.
Buradan belə saysaq, yenə hansı həddən başlayıb götürsən, yenə sonsuz azalan hədlər silsilədir. Bax, buradan sonraki olan hissə var, cəm. Yəni, gəlin biz B2-ni B1 götürək. Yəni, növbəti silsilənin birinci həddi götürək. Tək ki, silsilə buradan yox, buradan belə başlayır. B2 bölünsün 1 minus 2. Yəni, bunu birinci həddi kimi baxsaq. Cəmindən 8 dəfə böyükdür. Aha, 8 nəyə bərabərdir? B1-ə bərabərdir. Bir də baxırıq. Buradan belə olan silsilənin cəmi, axı, yenə sonsuz azalan hədlər silsilədir. Məsəl üçün, bax, yazırıq bura. Tutaq ki, yazaq 9, 3, 1, 3-də 1, 9-da 1, 27-də 1, 81-də 1 və s. Bu, sonsuz azalan hədlər silsilədir. Çünki niyə silsilə vurumuz burada 3-də 1-dir? Yəni, buradan da başlayacaq sonsuz hədlər silsilədir. Buradan da başlayacaq. Hardan başlayırsan başla, oradan yeriyon silsilə, o sonsuz azalan hədlər silsilə. Biz də burada silsiləni götürürük hardan? Deməli, ikinci həddən. B2 bölünsün 1 minus 2, B1-in 8 mislinə bərabərdir. İndi sadələşdirək. B2-nin yerinə yazaq, B1 vuraq 2. Bölünsün 1 minus 2, bərabərdir 8 vurulsun B1. Aha. Bu B1-lər gedər. 2 bölünsün 1 minus 2, bərabərdir 8-ə. 2 bərabərdir 8 minus 8 2-yə. 9 2 bərabərdir 8-ə. 2 bərabərdir 9-da 8-ə. Bizə nə istəyir burada? Silsilə vuraq onu. Düzəcək zaxa. 8-də 9 8 olmalı, düz alır sahibi. B1 bölünsün 1 minus 2. 8 B1-ə bərabərlərik biz. Bir dənə geri sayaq. B1 bölünsün 1 minus 2-nü saxlayaq. Bundan əvvəlki həddi, bundan 2 az götürəkdə, 8 vurulsun B1 bölünsün 2 qəbul edək. Elə birinci həddi B1 deyiriksə, axı növbəti, bundan əvvəlki, bundan 2 dəfə azdır da, ondan buna B1 bölünsün 2 deyək. Tərsinə baxaq. Hər tərəfini B1-ə bölsək, 1 bölünsün 1 minus 2 bərabərdir 1 bölünsün 2-yə. 2 bərabərdir 1 minus 2. 2 2 bərabərdir 1-ə. 2 bərabərdir neçəyə? 2-də 1-ə. Amma düz yazacağız. Düz baxırsa, bəs hala gözdən qəsər vaxtında. Doğrudur. Yox, tamam düz baxırsa. Nədir məsələ? 8. Şöyle baxırsınız. Buna qədər problem yoxdur əslində. Burada 8 mislinə baxın. 8 mislinə 8 necə danışıq burada. Ev yox. Bu da buradakı doğru yoldur. Amma gəlin məsələn nədir? Deyir ki, verilən cəm, birinci hədd verilən cəmdən 8 dəfə böyükdür. Mən nə yazdım? Cəm birinci həddən 8 dəfə böyük götürmüşəm. B2 bölünsün 1 minus 2-nün qiyməti, yeni yazdım, vurulsun 8 B1-ə bərabərdir. Birinci hədd cəmdən 8 dəfə böyükdür. Yenə yazaq, B2-ni yenə yazacaq, B1 vurulsun 2, bu da doğru da. Burada 8 yazmışıq yenə də. 1 minus 2 vurulsun 8 bərabərdir B1. B1-ə geçsin yenə də. Qalacaq 2 bölünsün 1 minus 2 bərabərdir 8. 2 bərabərdir 8 minus 8 2-yə.
Olub mən, niyə eyni şey yazıram mən? B2 bölünsün 1 minus 2, yəni cəm birinci həddən 8 dəfə kiçikdir də. Birinci hədd bundan 8 dəfə böyükdür. Yəni cəmi 8-ə vursa birinci həddə bərabərdir. B2 yerine B1 vuraq 2 yazdıq. Vuraq 8 bərabərdir B1. İxtisara gedir, bu tərəf qalır 1. İndi 8Q bölünsün 1 minus Q bərabərdir 1-ə. 8Q bərabərdir 1 minus Q-yə. 9Q yıxsaq bir tərəfə bərabərdir 1-ə. Bəli, Q bərabərdir 9-da 1-ə. Yaxşı cavabda 9-8 yoxdur. Yazış getmişdim. 13. Stəkan su ilə doldurulub. Hər adımda stəkanındakı suyun yarısı boşaldılır. Aha. Seslə vurğu 2-də 1-dir. Çünki hər dəfə 2-də 1-ə vurulur. Məsələn, əvvəl 100 milli idi, indi oldu 50, sonra olacaq 25, sonra 12,5. Hər dəfə yarı-yarı bölünür. Seslə vurğu 2-də 1-dir. 14-cü addımdan 14 dəfə belə addım atanda, yəni B14, qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar? Yəni B8 bölünsün B14 nəyə bərabər olur? Bir dənə nəyə baxaq? Addım məsələsinə. 14-cü addım deyirsə, stəkana suya doldurulubdur. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. Addım hansıdır? Boşaldılandan sonraki olan yoxsa dolu hal? Bu stəkan doludur. Bu qədərdir. Bir dəfə addım tökür, yarısını götürür. Hə, düzdür. Deyirsə, indi 14-cü təbii ki, daha azdır. Az-azlar gedir. B8 bölək B14 bizə görə neçə verəcək? B8-in yerinə yazarıq. B7 vurulsun 2. B14-ün yerinə B13 vurulsun 2. B8-in yerinə yazarıq. B1 vuraq 2 üstü 7. Bizdə olan 2-nin qiyməti baxaq. B14-ün yerinə yazaq. B1 vuraq 2 üstündə 13. B1-lər gedir. 2 üstü 7-ni saxlayaq. 2 üstü 13. 2 üstü 7 vurulsun 2 üstü 6 yazaq. Bunlar da geçsin. Bərabər də olacaq. 1 bölünsün 2 üstündə 6. Yəni 1 bölək 2-də 1-in üstü 6. Yəni 64-də 1. Olacaq neçə? 64. Devam edirik. Sual 14. Ardıcıl 100 NATO ədədin ən kiçik və ən böyük cəmi 559-a bərabərdir. Biri A1'li 100 NATO ədəddən ən kiçik və ən böyüyün cəmi plus A100. Birin 100'ə qədər. Cəmi 599-a bərabərdir. Bu ədədlərin ən kiçiyini tapın. D nəyə bərabərdir? 1-ə. Ardıcıl NATO ədəd deyir bizə. Onda A1'i A1 kimi saxlayaq. A100'in yerinə A1 plus 99D yazaq. Yəni A100'dür də. Bərabərdir 599. D-də 1-ə bərabərdir. Onda 2A1 plus 99 vuraq 1. Yəni 99 bərabərdir 599. 2A1 bərabərdir 500-ə. A1 bərabərdir 250-yə. Davam edək. 15-ci sual. Həndəsə silsilədə bu olarsa B vuraq B7-ni tapın. Əlimizdə B1-in, B4-ün, B10-un hasili var və hasil 8-ə bərabərdir. Bizdən isə B3 və B7-nin hasilini istəyib.
Sadələşdirək. Hansısa birinə bərabər edək. Buradan B1 ilə B4-ün hasili B3-ün kvadratını verir. B4 ilə B10-un hasili B7-nin kvadratını verir. Orta hədlərdir. Amma digər tərəfdən də məsələn bu ikisindən çıxarsaq B3-ü 3, 10 parçalayaq. B1 B1'dir. B4 B1 bırak Q kubudur. B10 B1 bırak Q üstü 9. Bərabərdir 8. B1'in kubu Q üstü 12 midir? 112. Bərabərdir 8. Bu ifadəni zərb B1 bırak Q üstü 4'ün kubu düzdür. Bərabərdir 8. Ən rahatı bu olacaq. Hər tərəfindən 3-ün dərəcəni kök alsaq, buradan çıxacaq B1 vurulsun Q üstü 4. Bərabərdir 2. B1 vuraq Q üstü 4 sənə B5'i verir. Və məsələ budur ki, 5-ci hədd 3 ilə 7-nin orta həddidir. 5-dən 3, 7. 2 var 7, 3 gəlir, 2 var iləri, 7 gəlir. Və 3 ilə 7-nin cəmi 10, yarısı 5'i verir bizə. Onda B5 həndəs silsilən xassisinə görə 3-cü və 7-ci hədlərin həndəsi ortasına bərabər. Burada qaldırsaq 4 bərabərdir B3 vurulsun B7. Bu qədər. Davam edək. 16-cı sual. Tənliyini həll edin. Baxın, bu ardıcıllıqda B1 2-də 1'dir. Q mənfi 2-də 1'dir. 2-də 1 vuruq mənfi 2-də 1'ə. Mənfi 4-də 1. Bir də vuruq mənfi 2-də 1, 8-də 1, bir də vuruq mənfi 4-də 1. Aha. Bu bir sonsuz azalan həndəs silsilədir. Deyərdik, amma dayanır 256-da 1-də. Aha. 256 bəs 2-nin üstü neçədir? 8-dir, eləmi? 2 üstü 8'dir. Onda B8 bərabərdirmi? B1 vuraq Q üstü 7'yə. B1 neçədir bizdə? 2-də 1, Q mənfi 2-də 1, üstündə 7. Bəli, düzdür. 2-də 1 vurulsun, mənfi 128'də 1, mənfi 256'da 1'dir. Düzdür. Bu 8-ci həddidir. İndi biz B8-in cəmini tapaq. B8 olacaq, B1 vurulsun, Q üstü 8 minus 1 bölünsün Q minus 1. B1 var bizdə. 2-də 1'dir. Q üstü 8. Aa, 256'da 1 minus 1 bölünsün Q minus 1 mənfi 2'də 3. 2'də 1 vurulsun 256'da mənfi 255 düz çıxırsa əgər. Bir də vurulsun mənfi 3'də 2 kəsin bölməsinə görə. Bərabərdir. Mənfi mənfiyyatın olacaq müsbət. 2'lər burada ixtisar getsin. 3'dən 255 ixtisar getsə qalacaq 85. Düz mü yazırıq? 24, 25 deyəsən düz yazırıq. Demək bu cəm bizə verdi 256'da 85. Və bərabərdir, baxın, 256'da x plus 1'ə. X neçədir? 84. 17. Nə deyib 17'də? A5 6,5'dir. S13
10 vurulsun S9'a bərabərdir. A7'ni tapın. Əvvəlcə bu ifadəni sadələşdirək. S13 B1 vurulsun 2 üstü 13 minus 1 bölünsün 2 minus 1 bərabərdir. 10 vurulsun. S9 da bizim üçün B1 vurulsun 2 üstü 9 minus 1 bölünsün 2 minus 1. Əgər hər tərəfini 2 minus 1'ə B-lərə bölsək, yox, 9, 13, A5'dən istifadə edək. Bizə A7. Burada bir dənə məqam var ki, A5 burada şübhəli məqam görsənir. Ortadına. Bu da A7'ye. Əlaqələndirmək lazımdır. Ki A5'i altdan 5'i bu 2 üstü 9 minus 1 ilə əlaqələndirmək lazımdır. A7'ni isə 2 üstü 13 minus 1 ilə əlaqələndirmək lazımdır. Burada nə? Çünki orada həddi bir digər bir bütün yolda olmuşam. Yəni yorğunluq özünü göstərir. Baxın, biz burada ədəd səslərin cəmin həmləsi ilə göstəririk. Altdan önədir. Yerində burada. Çünki A5 S9 cəminə uyğun gəlir. A7 13 cəminə. S13 nəyə bərabərdir? A1 plus A13 bölünsün 2 vurulsun 13. Bərabərdir. 10 vurulsun. S9 nəyə bərabərdir? A1 plus A9 bölünsün 2 vurulsun 9. A1 ilə A13'ün cəminin yarısı sənə A7'ni verir. Ortadır daxil. Vurulsun 13. 10 vurulsun. A1 ilə A9'un cəmiyəsi A5'i verir. Ortadır da A5'in. A5 də alt tamamda 5'dir. Vurulsun nə var? 10 yazmışdı zaten. Bir də bıraq nə var? 9 var. Yəni 13 vurulsun A7 bərabərdir 65 vuraq 9. 13'ə bölsək 5 gedər, eləmi? 15, aha. A7'də bərabərdir 45. 70 var, yorğunluq qoyun. 19'a falan baxaq. 19-cu sual. Ədəd səslərdə A1 var, D var, 6. Yəni A6 bərabərdir A1 plus 5'dir. 15 bərabərdir 20. 15 plus 20. 35. 20-ci sual. Aha. 29 sualımız var. 9 sual qalır. 20-ci sual. 2003-cü ilin qəbul oldu. Sürətdə bizə verib, gəlin suala baxmadan müxtəsər tətbiq edək. B9 minus B1, B9 plus B1'in yazaq. Məxrəcdə B17 minus B1 var. B1 var. Bu 4'dir. İfadənin qiymətini tapın. Məxrəcdə B17 aydın məsələdir ki, B17'nin qiyməti B1 vuraq 2 üstü 16 deməkdir. Bax, buradan B1'i çıxarsaq məxrəcdə,
Qalacaq 2 üstü 16 minus 1. Onu da 2 üstü 8 minus 1, 2 üstü 8 plus 1 yazmaq o. Yəni 2 üstü 16, 2-nin 8-in kvadratıdır, düzdür. Buradan B9 da B1 vuraq 2 üstü 8-dir. Buradan və buradan B1 çıxarsaq qalacaq 2 üstü 8 minus 1. Bundan və bundan yenə B1 çıxarsaq qalacaq 2 üstü 8 plus 1. Və B1 qalır da, yəni gözdən qaçan bir şey olmazsa inşallah. Cavab olacaq 4. Baxaq, Allah.